Hər birini salamlayıram. Dəyərli dostlar, möhtəşəm təmirli, çox gözəl bir mənzil çıxıb satışa. Bu mənzili xüsusi olaraq təqdim etmək istəyirəm. Vaxt uzun çəkə bilər, amma axıra kimi baxmağı tövsiyə edirəm. Çünki bu mənzildə hər bir xırda detala diqqət yetirilib. Gəlin təqdimatımıza başlayaq. 4 otaqlı mənzil yerləşir Nərimanov metrosunun yanında. Bura qonaq otağıdır. Geniş qonaq otağını görürsünüz. Təmir dizaynı neoklassik üslubda təmir olunub. Geniş qonaq otağı var, 40 kvadrat metrdən artıqdır. 8 nəfərlik masa, geniş divan, 2 nəfərlik kreslosu da var. Gördüyünüz kimi televizor altlığı və kondisionerə kimi. Bütün otaqlarda kondisioner var, qarşı tərəfində eyvanı. Bura Seven Star yaşayış kompleksidir. Çox gözəl binadır. Sonda bina haqqında da məlumat verəcəm və göstərəcəm. Bura giriş hol hissədir. Kamera sisteminə kimi quraşdırılıb, toz-soronuna kimi də var. Dekorlara da üstünlük verilib. Gəlin mətbəx hissəsini göstərim sizə. İssə döşəməyinə təsis edilmiş geniş mətbəx hissəsi, gözəl mətbəx mebeli yığılıb. Bütün otaqlarda AUX kondisioner, Toshiba soyuducu, Bosch soba, elektrik sobası. Burada qabıyanı. Ayrıca hissəsinə su filtri qoyub, ayrıca suları var. Hər xırda detala gördüyünüz kimi üstünlük verilib. Mətbəxin qarşısında cam balkonla bağlanmış eyvanı var. Kombi sistemi quraşdırılıb, ikinci mətbəx yerləşdirilib. Qaz su xətti də çəkilib, qoxusu gələn yeməklərinizi rahat bir şəkildə bişirə bilərsiniz. Çamaşır otağını göstərim sizə. Paltar yuyan qurutma maşınları yerləşdirilib, əlavə paltar dolabları yığılıb. Və yelçəkən skvaznoy mənzildir. 3 yataq otağı var. Əsas yataq otaqları yuxarı hissədə yerləşir. Bura uşaq otağıdır. Bütün avadanlıqlar, hər bir xırda detala diqqət yetirilib. Bütün otaqlarda kondisioner, kamera sistemi əvvəlcədən də qeyd eləmişdim. Bura giriş hol hissədir. 3 sanitar qovşağı var. Göstərim sanitar qovşaqlarını sizə. Ümumidə yerləşən sanitar qovşağı saç qurudan ferinə kimi qoyulub. Yəni, şəxsi əşyalarınızı, paltarınızı götürüb, gəlib rahat yaşaya bilərsiniz. Əziz izləyicilər, əsas yataq otaqlardır. Hər ikisinin içərisində hamam otağı var. 3 ümumilikdə sanitar qovşağıdır. Öz istəyinizə görə valideyn otağını seçə bilərsiniz. Dekorativ sədəf boyalardan istifadə olunub, gördüyünüz kimi şəkillər, dekorlar quraşdırılıb və ikinci yataq otağını göstərim. Yataq otağının içərisini keçməmişdən əvvəl